Əminəm ki, bugünə qədər yüzlərlə, bəlkə də minlərlə insanın qəlbinə toxunmuş oldum. Onların həyatlarında müəyyən dəyişikliklər etmiş oldumsa, çox şanslıyam və bunun üçün çox xoşbəxtəm. İnsan nə zaman xoşbəxt olur, gözəl dostlar? Tək öz həyatını, tək öz işini düşünməyərək. İnsanlara toxunduqca, onların həyatında bir dəyişkənlik olduqca istər-istəməz bir insan olaraq sənin əhval-ruhiyyəni, sənin yaşam enerjini daha da artırır. Və mən buna şahid oldum və buna nail oldum. İndi ətrafımda çox gözəl ruhlar var, çox gözəl insanlar var. Həqiqətən də necə deyirlər, enerji nədirsə, sənin içsel dünyan nədirsə, ətrafındakı insanlar da elədir. Yəni sən kimsən deyərkən belə bir sual ortaya çıxır. Yəni sən ətrafındakı 5 insanın ortalamasısan. Onun üçün kiminlə oturub durduğunuza, kimi dinlədiyinizə, kimə maraq göstərdiyinizə, ətrafınızda kimin olduğunu yəni çox gözəl şəkildə saf-çürük edin. Çünki enerji bu yəni kuantum fizikasını daha dərinliklə öyrəndikdən sonra, enerjinin frekansı nə olduğunu bildikdən sonra artıq o suyu necə üfləyə-üfləyə içirsənsə, ətrafındakı insanları da elə incələməlisən. Çünki sən nə qədər gözəl duyğu düşüncədə olursan ol, sən nə qədər pozitiv, gözəl insani dəyərlərə sahib olursan ol, enerjilər bulaşıcıdır. Onun üçün bulaşıcı olduğunun fərqində və bilincində olduğun üçün ətrafındakı insanları sən seçməlisən. Bu seçim hüququ sənə məxsusdur. Bəzən ola bilir, ailə üzvlərimizi seçməyə bilərik. Amma bu demək deyil ki, mən onların bütün duyğu düşüncələrinlə razı olum və bütün günü onların söylədiklərini dinləyim, onlara qulaq asım. Belə deyildir. Çünki bu həyat bizim, bu bədən mənim, bu düşüncə mənim, bu enerji mənim. Bəli, bəzən müəyyən qısıtlamalar ola bilər, qadağalarımız ola bilər həyatda. Fərqli-fərqli ailələrimiz var. Amma düşüncədə biz qısıtlı deyilik. Düşüncədə özgürük. Məsələn, bu gün əgər bir otağın içində həbs olmuş şəkildəsənsə, yəni burdasansa sən, bəzi bir yerlərə getməyə bilərsən, amma duyğu düşüncələrdə özgürsən. İnsanın bədəni qısıtlı ola bilər, amma ruhu özgürdür. Bu ruhu bizə bəxş edən yaradana sonsuz şükürlər olsun. İnanın ki, ruh özgür olduğunu xatırladıqca, ruh bütün bu bədəndən sıyrılıb zaman-zaman o gözləmci pozisyonda kendini deneyimlədikcə, baxıb görürsən ki, həyat əslində o qədər də çətin bir şey deyildir. Hər şey ilk öncə insanın şuurunda və düşüncəsində başlar. Bunu heç bir zaman unutmayın. Bugün mən sizə motivasyon vermək üçün burada deyiləm. Əlbəttə bir mentoram, bir motivasyon mentoruyam, amma belə fikrim yoxdur. Bugün istəyirəm ki, sizi əməlli başlı sirkələyim. Mən kiməm, qorxum nədir deyə o qədər gözəl bir effektiv dərs olsun ki, bu bir təlim olsun ki, yəni bu sizin həyatınızda bir iz buraxmış olsun. Zaten burada məni tanıyanlar tanıyır, ətrafımdakı gözəl ruhların hamısı bilirəm ki, buradadılar, məni dinləyirlər. Tanımayanlar üçün isə bir işıq qapısı aralamaq istəyirəm canlar. Onun için direkt mövzuya keçəcəm. Bu arada ola bilsin ki, bəziləriniz bundan qıcıq ola bilərsiniz. Türk dilində sözlər işlətdiyim üçün. Çünki mən Instagram səhifəmdə hər zaman türkçə paylaşımlar edirəm. Yəni o belə danışmaq mənim üçün daha asan olduğu üçün və burada Instagramdan da paylaşdığım üçün burada da Türk dostlarım olduğu için. Yani çalışacağım ki her iki balansı doğru şekilde koruyun. Güzel bir söz var. Siz surete takılmayın. Siz bunlar nedir, hansı dilde danışır, necə danışır buna takılmayın. Əsas onun bilgisindən bəhrələnməyə çalışın. Sanki bir bilgi ağacı düşünün canlar. Buradan yarpaqlar var saysızca. Bu yarpaqlardan hər biri bir bilgidir. Hər biri həyatınıza alıb qata biləcəyiniz gözəl bir bilgilərdir. Keçək mövzumuza. Bugün son dövrlərdə bunu özümə borc bildim. Hətta Instagram səhifəmdə bir neçə reels videosu paylaşdım bu qorxularla bağlı. Biz istəsək də, istəməsək də sanki bir bilgi okyanusunun içindəyik. Sən istəsən də, istəməsən də öz zehnini, düşüncəni, duyğunu nə qədər qorusan da bu frekanslar, bu enerjilər sənə etki edəcəkdir. Və etki etdiyi üçün də istər-istəməz sən bundan etkilənəcəksən. Sən nə qədər duyğu düşüncəni pozitiv şəkildə saxlasan belə, o enerjilər sənə toxunacaqdır. Bir bilgi bombardımanının içindəyik canlar. Hal-hazırda bir enerji terapisti və enerji bilgilərinə sahib olan biri kimi söyləyirəm ki, yəni indi hal-hazırda süst bir vəziyyət, təşəkkür edirəm, çox sağ olun. Yəni nə qədər biz özümüzü qorusaq belə, bu enerji frekans dalğasının içərisində o yan bu yana doğru sürüklənirik. Mən desəm ki, mən demək olar ki, bəlkə 6-7 ildir heç bir televiziya proqramı izləmirəm, heç bir xəbər portallarını izləmirəm, heç zaman maqazin proqramlarını izləmirəm. Çünki hər biri bilinçli olaraq bizim enerji və frekansımızı sömürən, qorxu, vəsvəsə, dedikodu yayan yəni öncədən hazırlanmış bir sistemdir. Bu sistemin bilincinə vardığım üçün, bu bilgilərə sahib olduğum üçün özümü maksimum dərəcədə qoruma altına alıram canım. Yəni bir şeyi görərəmsə, duyaramsa, eşidərəmsə, insanlıq hali içimdə bir enerji və frekans dalgalanması olar. Və bu mənim ilk öncə duyğu düşüncəmə, səhhətimə, enerjimə, frekansıma çox ciddi şəkildə təsir göstərəcək. Son dövrlər olan bu adını çəkmək istəmirəm, yenidən onu hallandırmaq. Məsələn, sosial şəbəkələrdən gördüyümüz bu uşaqlara qarşı olan təciz və təcavüz, bunun altında çıxan bu güya ki insan cildində olan bu şeytani varlıqların yaratdıkları bu sensasiyalar var ki, biz bunların heç birinə tamam izləyək, biz müəyyən qədər fikirlərimizi oraya yönləndirə bilərik. Məsəl üçün
öz bilgilərimizi paylaşa bilərik. Amma bu duyğu düşüncələr birbaşa propagandadır. Yəni insanların bilərək bizim, xüsusilə də anaların ən qorxulu, ən həssas yeri evladlarımızdır. Sanki bizi qorxuya saldılar. Artıq uşaqlarımızı bir yana qoya bilmirik. Yəni ki, uşaqlarımızdan ayrılmayacaq bir duruma gəlib çıxmışıq. Əlbəttə biz evladlarımızı qorumalıyıq. Bu xaladır, bu əmidir deməyin. Hər zaman yanınızda olsun evladlarınız. Amma bu o demək deyil ki, mən qorxaraq bunu necə deyim, bir panik halına gətirməliyəm. Xeyr, bu belə deyildir. Onun üçün nə etməyimiz lazımdır canlar? Çox da qorxuya qapılmamamız lazımdır. Çünki kuantum fizikasında belə bir kural vardır. Gözləmci pozisyonu, yəni sən sadəcə gözləmci deyilsən. Gözləmci öz enerjisindən, duyğu düşüncələrindən var edə bilmə qabiliyyətinə malikdir. Yəni sən sürəkli qorxuya, panikaya, nə olar, uşağımın başına bir şey gələr deyə qorxu keçirərsənsə, zaten onların istədiyi budur. Kürəsəl olaraq hər kəsi qorxu altında saxlamaq. Və bizim ən böyük düşmənimiz qorxudur deyərəm. Amma qorxumuz, yəni bizim o içdən olan qorxumuz əslində düşmən deyildir. Bizi qoruyan bir mekanizmadır. Yəni biz var olduğumuz andan ta o keçmiş zamanlardan bu yana onlar olsun, istər cizgi filmləri olsun, hər birinin içində çox gözəl, yəni metodoloji və yaxud da bilinçaltı mesajlar vardır. Mən bu kinoları bir-bir incələyərək insanlara əslində baxdığınız filmin alt şuurda necə bir səslənmə olduğunun fərqinə varın deyə bir uyanışa dəvət edirəm canlar. Yəni bununla bağlı yəni saysızca əlimdən gələn qədər bir psixoloq olaraq, bir quantum master olaraq ən azından heç olmasın deyəndə bir insan olaraq insanları bu qorxudan uzaqlaşdırmanı, diqqətinizi nəyə yönləndirirsinizsə, nəyə baxırsınızsa, gözünüzə, qulağınıza paylaşılacaq, qrupda paylaşılacaq, narahat olmayın. Onun üçün çox maksimum dərəcədə diqqətli olun canlar. Mən təşəkkür edirəm. Keçək qorxuya. Qorxunun səsi adında bugün təlimimizi başlamaq istəyirəm. Şuuraltı dialoq texnikasından istifadə edəcəksiniz. Əgər yanınızda varsa bir qələm, bir vərəq olmanızı istəyəcəm. Çünki bugün əslində qorxuların hardan gəldiyini və içsel mekanizmalarınızın nədən sizi qoruduğunuzun fərqinə varmaq üçün bir sıra çalışmalar etdim. Bugün istədim ki, bu sadəcə bir danışıqda qalmasın. Çünki söz uçar, yazı qalar. Hər zaman bu mənim devizimdir. Çünki nə qədər zehnimiz o qədər doludur ki, gələr və filtrlənənlər bizə lazım olan, olmayan bilinçaltı tərəfindən əmilər və gerisi sadəcə bir boşluq alanına gedər. Boşluq alan deyərkən bilinçaltı deyə bir şey yoxdur. Bilinçaltı sadəcə bizim bu enerji və bilgi bulutumuzun tərkibinə daxil olmuş olar. Amma biz bir şeyi yazıya tökdükdə, yazı ilə bunun öhdəsindən gəldikdə və ən azından yazdıqda biz yazırıq, mən hər zaman söyləyirəm. Vərəqimiz bizim ruhumuzdur. Yazdığımız o qələm isə bizim zehnimizdir. Biz zehnimizi buraya tökdükdə muhteşem bir geri dönüşlər alacaq. Yəni danışa-danışa bir şeylərin fərqinə varırsan, amma 5 dəqiqə sonra bu tamamilə zehnindən uçub gedir. Amma yazıya tökdükdə bunu həm eşitsəl, içdən danışırsan. Məsələn, alıma sözü yazırsansa, ilk öncə içində səsləndirirsən. A. Həm səsləndirdin, həm yazırsan onu vərəqə yazmırsan, onu əslində nəqş edirsən, yəni o içsəl dünyaya. Bir də ki görürsən. Məsələn, eşitdikdə sadəcə eşidirsən və zehnində bir şey canlanırsa, artıq yazıya tökdükdə bu sənin üçün daha qalıcı və daha verimli olur. Və o zaman diqqətin daha çox oraya yönləndiyi üçün daha muhteşem bir farkındalıqlar olur canlar. Yəni qorxu düşmənimiz deyildir. O bizi qorumağa çalışan sadəcə diqqət yetirir. Sadəcə köhnə bir proqramdır. Altını çizirəm, köhnə bir proqramdır. Qorxular hər an yaranmaz. Qorxular bir proqramdır canlar. Bir hard disk kimi düşünün. Uşaqlıqdan bu yana nədən qorxduq, nədən tətikəndik, nədən enerji və frekansımız əmildisə, bu bir proqramdır. Bu proqram biz silmədikcə, biz bunun fərqinə varmadıqca bu şəkildə həyatımızın sonuna qədər, amma sonuna qədər davam edəcəkdir. Bu bir proqramdır. Düşünün ki, evinizdə bir disk var, buraya bir film yazılmışdır. Sən o filmi silmədən, o oradan anidən kaybolub gedə bilərmi? Xeyr, mümkün deyil. Ya sən onu məhv etməlisən, ya da tamamilə onu dəyişdirməlisən. İndi sizə çox toxunacaqlı, sizi silkələyəcək bir soru gəlir. Hazırda, indi bu anda sizi saxlayan bir qorxunu seçin. Həyatınızda, təkrar edirəm, həyatınızda, hal-hazırda sizi saxlayan bir proqramı düşünün. Və bir qorxunu seçin. Bu qorxuyu seçin. Məsələn, son zamanlarda nədən qorxdun? Addım atmaqdan mı qorxdun? Səhnəyə çıxmaq mı qorxun var? Ya nə qorxun var? Bu it, pişik qorxusu ola bilər, bu hər hansı bir həşərat ola bilər, amma sizdən ricam bunu ən çox duyğular üzərinə yönləndirin. Məsələn, fikrimi ifadə etməkdən qorxdum, özümü gözəl şəkildə tanıtmaqdan qorxdum. Nədir sizi saxlayan, hal-hazırda istədiyiniz bir şey var və ona getməkdə bir şeydən qorxursunuz. Bu qorxu nədir? Bu qorxu düşmən deyildir. Bu köhnə yazılmış bir proqramın izidir, bir proqramdır. Sonra əgər seçdinizsə bu qorxu nədirsə, sonra o qorxunuza sual verin canlar. Bu qorxu danışa bilsəydi sizə nə deyərdi? Bu qorxu danışa bilsəydi sizə nə deyərdi? Nə deyərdi? Onu bir yerə qeyd edin. Çünki bu sizə lazım olacaq. Yeni qatılanlara sual təkrarlayıram. Hazırda həyatınızda sizi saxlayan, sizi blokaj edən, addım atmağa qoymayan bir qorxunu seçin. Və bu qorxu danışa bilsəydi
sizə nə söylərdi? Sizə nə deyərdi? Bir dəqiqə vaxt verirəm, bunu düşünün. Çarpıtıcı soru oldu. Belki de hiç özünüze bu kadar sual vermemiştiniz. Ama inanın ki tüm bu evrenin sistemi sorulardan işler. Sen soru sormadan evren, ilahi, yaratıcı sana cevap vermez. Mesela birinden bir yolu soruşmadan o yolun doğruluğunu hardan bilebilirsin. Onun için biz sorularla hayatımızı oluştururuz. Sorunu da sorarken yani mesela evrene soru sordukta onun cevabını aktarma. Çünkü sen kısıtlı bakış açından, 5 faizli bilincinle ona cevap vermiş olursun. Ama evrende sonsuz sayıda olasılıklar ve cevaplar vardır. Evrene güvenin, enerjilere güvenin, karanlığa güvenin. Bu güne kadar 5 faizli bilincinizden git nereye kadar? Hiçbir yol qət etmədiniz. Tamam mı? Biraz da içsel duygunuza, ruhunuza, enerjinize ve sonsuz olasılıklara kuantum alana açılın. Ve özünüzü necə deyim, rahat buraxın, təslimiyyətə keçin. Artıq elə bir enerji dünyasına qədəm qoyduq ki, burada zehin, yəni mən bunu bilirəm deyə deyil. Bununla yol ala bilməzsən. Sezgilərinlə, duygu düşüncələrindən və Allaha sonsuz inamınla və təvəkkülünlə bir yol qət edə bilərsən. Artıq bu enerjilər altın çağ deyilən bir çağa keçmişik. Bu zaman dirənənlər deyil, təslim olanlar, kendini bilənlər, özünü gəlişdirənlər qazanacaqdır. Diğer demir kimi yerinde saplanıp kalanlar ve hiçbir adım atmakta yani rahatını pozmayanlar, konfor alanında kalanlar ise maalesef uduzmuş olacaklar canım. Onun için özünüzü yani enerji dalgasının içine rahatça bırakın. Bunu yazdınızsa indi yine bir soru gelecek. Bakın bu korku sizi neden korumaya çalışır? Mesela adım atmaktan korktun. Bu korku danışa bilsəydi sizə nə deyərdi? Məsələn, adım atmaqdan qorxdum. Bu qorxu danışa bilsəydi nə deyərdi? Konfor alanından çıxma. Evren o qədər də rahat deyil. Yəni bildiyinlə get deyərdi məsələn. Belə bir şey deyərdi. Bu qorxu sizi nədən qorumağa çalışdı? Məsələn, bu qorxu məni nədən qorumağa çalışdı? Hə, məni utanmaqdan, məni rəzil olmaqdan qorudu. Məsələn, belə bir şey deyə bilərsiniz. Məsələn, məni bundan qorudu. Baxıram, rəzil olmaq kimi qorxum var. Onun üçün addım ata bilmədim. Bu nədən gələ bilər? Bunun kaynağı uşaqlıqdadır. Ne zaman sen bir adım attın ve insanlar seni qınadı ve sen rezil oldun. Ve o zaman sen bu qorxunu kod olarak aldın, qəbul etdin ve kod neçə yaşın olur olsun hələ də davam edir. Senin yaşının təhsilli olub olmaman, neler okuyup okumamandan asılı değildir. O bir koddur. O kod orada yazılımdır. O yazılım üzerinden hayatının geri kalanını sen bu şekilde devam edirsən. Yəqin ki tapdınız. Baxın, indi yəqin sizə aydın oldu. Əslində qorxu o qədər də pis şey deyilmiş. Qorxu rüsvay olmaqdan, tərk edilməkdən, uğursuz görünməkdən sizi qoruyan bir mekanizmadır. Niyə qorudu sizi? Bir zamanlar, mesela, mən səhnəyə çıxdıqda sözü yanlış dedim. Hər kəs mənə ələ saldı, mənə güldü, qorxdum, utandım. Utandıqdan sonra belə bir bilinçaltı kaydım oluşdu. Mən səhnəyə çıxdıqda rəzil olacağam. Bu bir qorxu olaraq bilinçaltıma itildi, orada qaldı. İndi hər dəfə addım atmaq istəyəndə bunun bilincində olsam da olmasam da o balaca Gülnarın ağlına hər zaman o gəlir. Danışma, rüsvay olacaqsan. Sözünü demə, utandırılacaqsan. Danışma, səhv olacaq. Bu bir mekanizmadır. Bu bir koddur. Bu bilinçaltı bir koddur. Onun üçün əslində qorxu səni rüsvay olmaqdan qorudu, qorxu səni orada utanmaqdan qorudu və qorxu səni uğursuz görünməkdən qorudu. Qorxu düşmənimiz deyildir. Qorxu bizi qoruyan bir mekanizmadır. Yəni problem qorxuda yox, onun məqsədindədir, yəni o köhnə məqsəddədir. Baxın, demək ki, beynimiz bizi qorumaq üçün bizi kiçik tutar. Bəlkə də addım atıb daha böyük uğurlar qazanacaqsan, deyilmi? Bu qorxu olduğumuz üçün bizi qoruyaraq bilinçaltı bizi kısıtlı saxladı, tamam mı? Tam 100%'li potensialımızı yaşamağa qoymadı. Bunun hamısı zəncirvari şəkildə, yəni o matruşka oyuncaqları kimi iç-içə olan bir şeydir. Uşaqlıqda yaşadığın bir qorxu hələ də həyatında səssizcə təzahür edir. Tamam mı? İndi bunu ömrü boyu yadınızda saxlayın, bir yerə not edin. Beynimiz, yəni beyniniz sizi qorumaq üçün sizi kiçik saxlayır. O qorxur ki, sən addım atdıqda ölərsən. Çünki bilinçaltımız, beynimiz, insan şuuru ölmə, nə olur olsun ölmə deyə belə bir kodumuz var. Biz ölməmək üçün, o utanmağı ölümə eşit bildiyi üçün bilinçaltı, onun üçün nə edir? Özünü qorumaq üçün səni addım atmaqdan yəni çəkindirir. Bunu heç zaman unutmayın. Qorxular bizim
əslində dost ola bilərik. Belə bir yerinə düşmüşkən belə bir hekayə oxumuşdum. Tam-tamına olmasa da, amma istəyəcəm ki, yəni onun o içsəl frekansını, enerjisini sizə ötürüm mətn altı olaraq. Bir nəfər cəngavər qız olur. Həddindən artıq çox qoçaq, çox cəld bir qız olur. Bu bütün düşmənlərini yıxıb sürüyür. Bir gün buna söyləyirlər ki, hündür, boylu, poslu biri gəlir. Deyirlər ki, sən bununla savaşmalısan. Qız qorxur, deyir, xeyr, mən onunla savaşa bilmərəm, mən ondan çox qorxuram. Deyirlər, xeyr, bu sənin ölüm qalım savaşıdır, mütləq bununla savaşmalısan. Bunun adı qorxudur. Qız nə qədər mücadilə aparsa da bir türlü olmur, onunla savaşmalı olur. Qız o qədər bununla savaşır ki, o qədər savaşır. Qız kiçik, zərif, qorxu isə böyük, nəhəng bir div. Heç cürə qız ona heç bir şey edə bilmir və axırda yorularaq bir daşın üzərində oturur və orada oturarkən artıq təslim olur. Əlindən bütün o xəncərini buraxır. Qorxur ki, indi o böyük cəngavər qorxu deyilən, yəni metaforik anlamda bu məni öldürəcək və yaxud da artıq sonumdur. Oturub məzlum-məzlum baxır. Qorxu o boyda böyük bir cəngavər əyilərək bunun yanına gəlir və qız qorxaraq ta onun gözlərinin içinə baxır. Gözlərinin içinə baxdıqda sanki qorxunun bütün o bədəni, o vücudu yavaş-yavaş çözülməyə başlayır. Sanki bir elektriksel sinyal alar kimi. Və anidən yavaş-yavaş o qız onun gözlərindəki qorxunu görür. Yəni söhbət onun bədənində, vücudunda, onun döyüşçü ruhundan getmir. Söhbət onun içindəki o balaca bir qorxunu görür. Və gözlərinə baxarkən bir müddət sanki əlindən, qorxu əlindən qılıncı salır və qızla eyni hizaya gələrək onun yanında oturur. Və bir-birlərinə baxırlar. Sanki o qorxunun bütün o necə deyim, gücü, qüvvəsi tamamilə əriyir və qızla dost olmağa başlayır. Qız o anda anlayacaqlar. Çox gözəl bir yenə bu rəvayətdir. Qız anlayır ki, əslində bu qorxub qaçdığı bu dev boyda bir şey, hər nədirsə ömür boyu bundan qaçmışdır. Amma onun gözünün içinə baxdıqda o tamamilə məhv olmuş olacaqdır. Yəni öz-özünə qız peşman olur. Mən illərlə cəsarət edib bunun gözünün içinə baxmadım. Cəsarət edib bununla üzləşmədim. Ömrü boyu mən qaçdım, bu məni qovaladı. Amma o qədər də qorxuducu bir şey deyilmiş. Demək ki, canlar, tüm qorxularımız belədir. Biz cəsarət etmədikcə, biz onunla üzləşməyə cəsarətimiz olmadıqca, o hər zaman bizi qovalayacaqdır. Biz hər zaman qaçan olacağıq. Amma bir zaman qorxu ilə burun-buruna gəlib, qorxu dediyimiz əslində nədir? Məsələn, Jungun arketiplərindən bir gölgə bənliyimizdir. Tamam mı? Qorxuları gölgə bənliyi olaraq da algılaya bilərsiniz. Yəni cəsarətin olduğun anda dayan görüm, mən bundan niyə qorxuram? Bu məni nədən qorxudur? Bu qorxu məndə nə var deyə bir üzləşmə yaşadıqda möhtəşəm şəkildə o qorxunun üstəsindən gələ bilərik. Baxın, indi sizə belə bir deneyim yaşatmaq istəyirəm canlar. Məsələn, gözlərinizi qapadın anlıq olaraq. Onsuz da kameralar bağlıdır. Gözlərinizi qapadın. Bu qorxduğunuz, ən çox qorxduğunuz bir vəziyyəti xatırlayın. Məsələn, bu uşaqlıqda ola bilər. Bir itdən qorxmuş ola bilərsiniz, bir pişikdən qorxa bilərsiniz. Bir insan ola bilər. Məsələn, yoldaşınızdan çox qorxursunuz, atanızdan çox qorxmusunuz, hər nədirsə. Uşaqlıqda və yaxud da indiki zamanda belə qorxduğunuz bir şeyi, bir vəziyyəti xatırlayın zehninizdə. Yəqin ki, bu gözünüzdə canlandı. İndi gözü qapalı şəkildə baxın. Bu qorxu bədəninizin harasında, hansı hissəsində hiss olunur? Bu qorxunu bədəninizin harasında hiss etdiniz? Ürəyinizdəmi, boğazınızdamı, başınızdamı, ayaqlarınızda, əllərinizdə, fərqli yerlərdə ola bilər. Bədənimiz bilgədir canlar. Biz unutsaq belə, qorxularımız bizim bədənimizdə hapis olar. Zaten bütün xəstəliklərinin əsas səbəbi də bundan ibarətdir. Biz qorxunu unutduq sanaraq bilinçaltına itərik, amma qorxu bədənimizin bir köşəsində hələ də yaşamaqda davam edir. İndi baxın, bədəninizin harasında hiss edirsiniz? Məsələn, itdən qorxduğunuz bir anı xatırladıqda ürəyiniz mi çırpındı, boğazınız mı düyünləndi? Bu duyğunu harada hiss etdiniz? Bunu özünüzdə qeyd edin. Baxın, bu ürəyiniz ola bilər, məsələn, başınız ola bilər, mədəniz ola bilər, bir buruqluq, bir sancı kimi. O hissəni dəyişməyə çalışmayın canlar. Tamam, o sizin düşməniniz deyil, siz kodladınız onu. Bədəni biz yazıq etdik, həqiqətən duyğu düşüncələrimizdən, qorxularımızdan. O hissəni dəyişməyə çalışmayın. Sadəcə müşahidə edin və nəfəsi direkt oraya doğru yönləndirin. Məsələn, mədəndə hiss etdin o qorxu anını, onu gör, mədəndə gör, bir bulanıqlıq, bunun enerjisini hiss edəcəksən. Çünki enerji olaraq biz hapis edərik bədənimizə bu qorxuları. Tamam mı? Dərindən nəfəs al ver və onu mədəndədirmi, qalbindədirmi, nədirsə, onu gözəl şəkildə orada hiss etməyə çalış. Nəfəs alıb verdikcə, sanki o duyğunun ətrafı daha da təmizlənməyə başlasın. Sadəcə müşahidə et. Sadəcə müşahidə et. Sizə şok bir bilgi verim. İndi ilk dəfə anladınız ki, qorxu içinizdə fiziki bir enerjidir. Yəni bu qorxu maddə deyil, bu qorxu sadəcə enerji olaraq bədəninizdə hapis olunmuşdur. Bu sizin taleyiniz deyildir. O qorxu sizə aid deyildir. O qorxu sadəcə bir enerji və frekans olaraq sizin bədəninizdə hapis olmuşdur.
Onun orada durmaq fikri də yoxdur. Amma siz onu orada saxladığınız müddətcə o sizdən izinsiz oradan yox olub getməz. Bu sizin idarə edə bilmədiyiniz duyğu, yəni duyğunuzdur və bədəndə sıxışmış bir enerjidir. O enerji sizə aid deyil. O enerjini orada qoruyub saxlayan, onu orada həbs edən sadəcə sizsiniz. Bu bir proqramdır. O proqram hər daim orada olacaqdır. Hər itlə qarşılaşdıqda həmin o mədənizdə o proqram bilinçaltınızdan siqnal gedər və o mədənizdə olan bulanıqlıq artar və sanki onu ilk gördüyünüz kimi necə reaksiya bildirmişdinizsə, bu şəkildə də orada var olmağa çalışar. Baxın, qorxu keçdikdən sonra hərəkət edən insan yoxdur. Qorxu ilə hərəkət edən insanlar var. Biz hər birimiz bədənimizdə saysızca duyğu, düşüncələr, qorxular saxlamışıq və hər gün onlardan yatıb qalxırıq və hər gün onları öz enerjimizdən bəsləyib böyüdürük. Tamam, aydın oldu mu? İndi gördünüz mü? Əslində qorxduğunuz, ay mən qorxuram dediyiniz şey sizin qədəriniz deyildir. Məsələn, uşaq vaxtı bir küçədən keçdikdə bir itlə qarşılaşmısınız, hələ də o küçədən keçməkdə qorxursunuz. Bəlkə də o it yaşayır ya yaşamır, bəlkə də var ya yoxdur. Deneyim gözəldir, həyatda deneyim qazanmaq, təcrübə qazanmaq gözəldir. Amma bəzən bu təcrübələr bizim həyatımızda qısır döngü şəklində döngüyə səbəb ola bilər. O itdən qorxmaq mənim həyatımı, sonraki həyatımı etkiləyə bilər. Mən hələ də itdən, pişikdən qorxuram. Yəni bu çox da gözəl bir şey deyil. Amma baxın, bəzi elə deneyimlər var ki, bizim həyatımızı qurtarar. Məsələn, qorxu bəzən bizim həyatımızı qurtara bilir. Məsələn, mən maşından qorxmasam, maşının məni öldürəcəyinə, yəni məni vuracağından qorxmasam, yolu elə keçərəm ki, tamamilə necə qorxusuz. Olmaz ki bu. Burada qorxu işə yarayır. Məsələn, uşaq vaxtı uşağa peçi göstərirsən, qızmar peçi və söyləyirsən ki, cızadır, əlini vurma, cız. Uşaq bir neçə dəfə əlini ora vurur, yanır və bilir ki, artıq o peçə əlini vurmaq olmaz. Burada qorxu bizim işimizə yaradı. Qorxunu burada dışlamaq və kötüdür deyə bir şey yoxdur. Yəni qorxu o qədər də pis şey deyil, tamam mı? Sadəcə doğumda. Və bu qorxunu nə üçün hiss etdiyini bilməlisən. Bəzi elə xəstəliklər də var ki, qorxusuz olur. Məsələn üçün heç bir şeydən qorxmur. O da normal deyil. İnsanın içində bir qorxu olmalıdır. Amma necə deyərlər, suyun fazlası belə zarardır. Yəni qorxunun çoxundan gedir bu gün söhbət. Onun üçün hər qorxduğunuz anda o duyğuya baxın. Bayaq ki o mekanizmanı əgər yazdınızsa, sual verin özünüzə. Bu duyğunu içimdə harda hiss edirəm? Bu duyğu danışsaydı mənə nə deyərdi? Bu cür halı mən nə zaman yaşadım? İnan ki, kökü ta uşaqlığınıza belə gedib çıxacaqdır. Əminəm ki, bu belədir. İndi məsələn hər dəfə o qorxunu bir kölgə kimi təsəvvür edin. Yəni bir növ zehninizdə saxlayın ki, o qorxu sizi, yəni qoruyur. O qorxu əslində bilirsiniz necədir? Bizim çoxlu gölgə bənliklərimiz var. Hər qorxduğun anda, məsələn, günlər olaraq mən nə qədər qorxum varsa, o qədər də parçalanmış durumdayım. Tamam mı? Məsələn, uşaq vaxtı mən əgər itdən qorxmuşamsa, mənim orada bir versiyonum qalıb və o qorxu dediyim şey o balaca günlərin o zamanda qalmasıdır. Mən bütün olmaram. Mənim tam və bütün olub olğun yaşa çatmam üçün, bütün qorxulardan, bütün gölgə bənliklərdən çıxmağım üçün, bütün o qorxduğum yerləri şəfalandırıb, o qorxduğum yerdə ki, günlərin bir kopyası qalıb, o kopyanı sevgi ilə alıb qəbul etməliyəm. O qorxduğun mədəndə hiss edən və yaxud da qəlbində hiss etdiyin o qorxu var ki, o sənin bir parçandır. Hiss etdiyin bütün duyğu düşüncələrin əslində sənin həyatında çox gözəl bir izi vardır. Onun üçün qorxudan qaçmaq yerinə onu sevgi ilə qəbula keçməlisən. Tamam, sən burada qorxmuşdun günlər, 3 yaşında belə bir şeylə qarşılaşdın. Səni indiki halımla səni sevgi ilə qəbul edirəm və bütün bu qorxulardan azad edirəm. Bundan sonra sənin yanındayam deyə onara bilərsən. Kuantum alanda keçmiş, gələcək, zaman deyə bir şey yoxdur. Tamam mı? Zaman deyə bir şey yoxdur zaten. Bilinciniz açıldıqca, olgunlaşdıqca zamanın olmadığını, zamanın sadəcə bu 3B planında burada bizim üçün işə yaradığının fərqinə varmış olacaqsınız. Zaman-zaman zamanın dışına çıxmaq da mümkündür. Amma bu bilinçdən sıyrıldıqdan sonra, meditasyon etdikdə, sonra məsələ bir hobi edindikdə, məsələn musiqi bəstələyə bilərsiniz, şeir yaza bilərsiniz. Bu anda siz zamanın dışına çıxmış olursunuz. Yəqin ki, bunu həyatınızda deneyimlədiniz. Bir yazı sevdiyiniz işlə məşğul olduqda zaman necə keçib getmişdisə, heç sənin belə xəbərin yoxdur. Bir də baxıb görürsən ki, zaman axıb getmiş, sən zamanın içində deyilsən. Tamam mı? Zaman olduğu halda vardır. Sən içindən keçirsən sadəcə. Zaman içində kaymalar yaşayırsan. Məsələ, 5 otaqlı evin var. Otaqlar olduğu kimi qalır. Bu otaqlar bizim zamanımız olsun. O zamanın içinə girib çıxan sənsən. Tamam mı? Sən dayandığın anda bir otağın içində qalırsansa zaman dayanmış olur. Amma sən sürəkli bu odadan o odaya doğru hərəkət edirsənsə, artıq zaman da səninlə bərabər irəliləmiş olacaqdır. Yəni, baxın canlar, qorxularınızı çox gözəl şəkildə təsbit edin. Qorxularınız üzərində işləyin.
Tanrı ilə söhbət kitabında belə bir cümlə vardır. İnsanlar iki türdülər. Qorxu ilə hərəkət edənlər və sevgi ilə hərəkət edənlər. Qorxu ilə hərəkət edənlərin içərisində, qəlblərində sevgi olmaz. Onların qəlbləri mühürlüdür. Onlar ya Allah qorxusundan qorxulanlar, ya məsələn burada olan bir sıra hadisələr ki var, onlardan qorxarlar tamamilə, özlərini qapadarlar. Qorxu ilə yaşayan insanların işığı sönmüşdür. İçlərində olan o ilahi işıq, o ilahi sevgi yoxdur. Çünki qorxu olan yerdə yin-yang enerjisi. Sana xanım, xahiş edirəm səsi bağlayın. Tamamilə, tamamilə bağlayın, tamammı? Bu yin-yang enerjisi kimi düşünün, duyğu düşüncələri. Yin-yang enerjisi kimi bizim içimizdə qaranlıq duyğu düşüncələrimiz, qorxularımız var, bir də sevgi vardır. Biz hər birimiz eşqdən yarandıq. Biz hər birimiz o ilahi sevgidən yarandıq. Dünənləri belə bir bilgi paylaşmışdım Instagram səhifəmdə. Yəni biz Qaya ananın, torpaq ananın və Tanrının evladlarıyıq. Yəni Qaya torpaqla necə Tanrının birləşimindənik. Torpaq maddədir, amma Tanrı ilahi işıqdır. İşıq və maddənin birləşimindən bizi kimi ruhlar indi bu anda buradadır və bu həyatı deneyimləyirik. Yuxarıdan işıq gələrsə, aşağıda da Qaya ana torpaq birləşərsə, biz bu hər ikisinin ortağında və mərkəzindəyik. Bir toxum düşünün canlar. Məsələn, bir toxum torpağa düşməsə, o inkişaf edə bilərmi? Üzdə qalar, qurd-quş yeyər və yaxud da çürüyər gedər. Və yaxud da bir torpaq düşünün, oraya toxum düşməsə, o necə inkişaf edə bilər? Yəni orada nə ola bilər? Onun üçün yəni bir toxumun cücərməsi üçün, bir necə inkişafın, həyatın başlanğıcının olması üçün eril və dişil enerjiyə, gecə və gündüzə, işığa və maddəyə ehtiyacımız vardır. Biz burada həm işıq varlıqlarıq, ilahi işığın özün işığını daşıyırıq, həm də maddəyik, Qaya anayıq və torpağın, tüm o meşələrin, otların, bütün bitkilərin bütün bilgilərinə sahibik. Yəni hər iki qarışımın tamamilə mərkəzindən əmələ gəlmişik canlar. Onun üçün sən həm işıqsan, həm torpaqsan, maddəsən. Yəni sən sadəcə ruhsal varlıq deyilsən, sən həm də burada bədənlənən bir ilahi varlıqsan. Zaman-zaman ruhsallıq da yaşaya bilərik. Məsələn, biz yatdığımız anda 5 duyu orqanımız bağlandığı üçün tamamilə ruhsal bir boyuta keçərik və orada artıq bir kablo bağlanar, yeni bir evrən, yeni bir alan açılar sənin üçün. Oyandığımız anda isə artıq 5 duyumuzdan necə görürük, tadalarıq, toxunarıq, eşidərik, 5 duyu orqanımızdan bu simülyasyon Matrix alanını algılayarıq və buranı gerçək sanarıq. Necə? Biz o yuxudan oyanıb bu yuxuya doğularıq. Bu yuxu bitdikcə yeni bir yuxuya. Yəni burası sadəcə bir rüya alanı. Və bu rüya alanı, bu Matrix sistemi sadəcə bizim duyğu düşüncələrimizdən, bizim frekanslarımızdan və bizim içsəl dünyamızdan rezona olar. Nə düşünərsənsə, bu içində hangi bilgilər varsa, hansı bilgilərin varsa, bu bilgilərlə sən bu Matrix alanını, yəni bu holoqram evrənini doğrulaya bilərsən, bunu gözləmləyə bilərsən. Onun üçün biz şikayət etmək yerinə, onu bunu dışlamaq yerinə, bir şeydən məmnun deyiliksə, həyatımızdan məmnun deyiliksə, günahkar evrən, Allah, odur, budur deyil. Günahkar da deyil, sənin içində olan o sistem, o mekanizma nədirsə, dünya dışarıdan, yəni çöldən içəriyə doğru axıb sənə təsir etməz. Sən dünyaya təsir edən, yəni sən dünyaya axa bilən bir varlıqsan. Biz bəzən öz gücümüzün, öz enerjimizin fərqinə varmarıq. Tamamilə rəzil, tamamilə bədbəxt durumunda hiss edərik özümüzü. Amma bu belə deyildir. Nə zaman ki, sən günahı başqa yerdə arayacaqsan, ya günahı ya Allahın boynuna yıxacaqsan ki, nədən məni bu dünyaya gətirdin, niyə bu ailəm var, niyə bu atam, anam, amma hər birini ruhsal düzləmdə sən seçib gəlmisən. Tamam mı? Bu şikayət modunda qalarsansa, sən robotik varlıqdan başqa bir şey olmayacaqsan. Sadəcə robot kimi sənə gələn duyğu düşüncələrdən onlardan özləşəcəksən. Məsələn, sən kimsən dediyim anda mən öfkəliyəm, mən oyam, buyam. Xeyr, sən duyğu deyilsən. Sən o duyğu düşüncələri öz bədənində deneyimləyən ilahi bir varlıqsan. Sadəcə sən özünü bilmirsən. Özünü bilməyin üçün ilk öncə sirkələnməlisən. Bir gəlişim devri yaşamalısan içində. Öz içindəki duyğu düşüncələrdən arınmalısan. Düşüncələrini, duyğularının sən olmadığının fərqinə vara bilərsən, varmalısan da. Bunun üçün baxın saysızca eğitimlər açdım. Saysızca danışmanlıqlar verdim bununla bağlı və çox gözəl möcüzəvi dönüşümlər yaşadım canlar. Mənim özümün qrupum var. Orada bilgimi kuantum fizikasına aid tüm bilgilərimi orada paylaşıram. Instagramda əlimdən gələn qədər mənə gələn bilgiləri orada gözəl şəkildə harmanlayaraq insanların anlaya biləcəyi şəkildə verirəm. Və ayın 26-sında çox gözəl bir eğitim başlayır bununla bağlı. Yəni sən kimsən? Duyğu düşüncələrin, frekans nədir, düşüncə nədir, döngü nədir, qədər varmı, qismət varmı? Niyə sən təkrar döngünün içində yaşayırsan? Ümumiyyətlə sən kimsən deyə çox möhtəşəm bir 10 həftəlik eğitimim var. Bu eğitimə qatılaraq həyatınızda möcüzəvi bir dönüşümlər yarada bilərsiniz. Orada ən gözəl şəkildə həm kuantum bastıram, kuantum düşüncə texniyi üzərində, həm də kuantum fizikasını artıq holoqram evren, holoqram sistem, beyin, akseni, takvim tüm eğitimləri aldığım üçün orada ən gözəl şəkildə sənə anladacağam. Çox qısıtlı yerdir, artıq dolmaq üzrədir. Yəni 26-sı, 2-ci ay, 26-cı il. Bu günü də təsadüfən seçmədim. İnşallah gözəl bir yolculuğa mənimlə çıxmaq istəyənlər ən gözəl şəkildə orada aydınlanacaq, sanki bir nirvana kimi artıq sorumluluq alaraq o necə deyim,
Bir maşın düşünün və rolu hər zaman başqa insanların əlindədir. Məsələn, o maşına minib sən ekvator xəttinə gedib yana da bilərsən, deyəcəksən ki, o sürdü, amma bu maşın sənindir və yaxud da ki, Antarktidaya gedib dona da bilərsən, deyəcəksən o sürdü, mən ora getməyəcəm. Artıq bu eğitimə qatıldıqdan sonra bir, necə deyim, bir uyanış evrəsi keçirəcəksiniz. Günahlandırmaq yerinə aləmi oxuyub kəndi içinizə dəyişim və dönüşüm yaşayacağınıza bunu sizə vəd edirəm canlar. Bu dəyişim tamamilə birdən-birə olmayacaq, amma əminəm ki, hər həftə, həftədə bir dəfə 2 saatlıq Zoom üzərindən dərs, PDF-lər və WhatsApp qrupu açacağam ən gözəl şəkildə. Orada sizə dəstək olacağam, bir də texnikalar verəcəm. Məsələn, qorxu gəldiyi anda ən gözəl şəkildə gözləmci pozisyonda kəndi duyğularını necə idarə edə bilərsən. Məsələn, bir öfkəli an yaşadın, tamamilə özünü itirib, eyni döngünün içində yaşayıb, hər dəfə robotik varlıq kimi eyni şeyi etməkdən bezmədinmi? Bezmədinmi bu duyğu düşüncələrin içində qalmaqdan? Gözləmci idarə edə biləcəksən, bunu sizə aşılayacağam və öyrədəcəm. Əminəm ki, möcüzə ötəsi bir 10 həftəlik eğitimimiz başlayacaqdır. Bu qədər zamanınızı çox almaq istəmədim. Əminəm ki, çox gözəl bilgilər ötürə bildim sizə, ən azından duyğu düşüncələrinizdən işləməklə bağlı. Qrupa daxil olmaq istəsəniz ücrətsizdir, yəni ödənişsiz qrupum var, ora daxil ola bilərsiniz. Instagram səhifəmin hər gün inanırsınız, hər gün o Instagram səhifəsində olan bilgilərlə, onun altında yazdığım çox dəyərli bilgilər var. Onları siz baxaraq həyatınızda möhtəşəm bir dəyişimlər yaşayacaqsınız. Mənim də əlimdən gələn qədər insanlara qatqı olmam üçün, yəni bunlar gəldi. Mən bundan başqa heç bir şey edə bilmərəm. Amma verdiyim bilgini də, verdiyim sevgini də hər zaman koşulsuz edirəm. Yəni düzdür, bəzən alver dəngəsi lazımdır. Çünki baxın bayaq dedim canlar. Yəni mən bir enerji verirəmsə, bir bilgi paylaşıramsa, siz də bu enerjinin ötürməlisiniz. Bir sevginizdən, bir smolik qoymaqla və yaxud da bir reaksiyanızdan. Çünki tək tərəfli olmaz, tamamı? Sadəcə mən danışım, siz dinləyərək bir şeylər əldə etməyəcəksiniz. Bu evrən dualitədir. Yaxşının və pisin qarışığıdır. Necə ki, məsələn, bir tanrı işığı və bir qaya ana birləşərək bir ruh əmələ gətirdi. Bir ata, üstəgəl bir ana, bir evlad. Bir gecə və bir gündüz bərabərdir bir gün. Yəni bir üstəgələk bir bərabərdir bir edir və ən gözəl şəkildə kuantum bilgilərimi, kuantum düşüncə texnikasında öyrənməyinizi niyyət edirəm. Bu qədər, əminəm ki, daha gözəl və daha verimli şəkildə bu dərsimiz bu şəkildə yekunlaşmış oldu. Qatıldığınız üçün, dinlədiyiniz üçün, ən azı içinizdə bir uyanış, fərqindəlik yaşadığınız üçün nə xoş mənə, həqiqətən nə xoş mənə. Hər zaman sevgimiz, bilgimiz paylaşaraq artsın, çoxalsın. Burada əgər bir şuur sıçraması, o kuantum sıçrama etməsinə səbəb oldumsa, artıq qorxunun nə demək olduğunu anladınız və bildinizsə, siz də evdəki ailə üzvlərinizə toxunacağınızdan, sizin yəni işığınızdan onlara verəcəyinizə çox-çox əminəm. Təşəkkür edirəm, var olasınız. Hər zaman sevgimiz, bilgimiz bulaşıcı olsun.